Qurbanla bağlı ən çox ünvanlanan suallardan biri də ondan ibarətdir ki, borcu və krediti olan şəxslər qurban kəsə bilərmi? Əvvəla qeyd edim ki, qurban ibadəti ümumiyyətlə maddi sosial vəziyyəti normal olan şəxslərə vacibdir və maddi imkanları geniş olan müsəlmanlar qurban kəsməlidir. Onu fəqir, imkansız, sosial durumu ağır olan təbəqəyə paylamalıdır. Bu, qurban ibadətinin sosial mahiyyətidir. Eyni zamanda o fəqirlərə ehsan olunan qurban payının da insanı Allaha yaxınlaşdırdığı nəzərdə tutulur. Bu qəbildən, yəni sosial vəziyyəti ağır olan, ümumiyyətlə son dövrlər üçün xarakterik olan kredit borcu, ümumiyyətlə borc içində olan insanların qurban kəsməsi vacib deyil. Bu şəxslər götürdükləri kreditdən və yaxud da aldıqları borcdan qurban kəssələr bu məqsədə uyğun deyil. Şübhəsiz ki, bunu qəbul deyil demək olmaz. Çünki ibadətləri qəbul edən Allahdır və Allahın əvəzindən qərar vermək olmaz. Ancaq hər bir halda kredit borcu olan şəxslər narahat olmamalıdır. Əksinə, varlı, imkanlı şəxslər, yenə təkrar edirəm ki, kəsdikləri qurbanı bu sosial durumu ağır olan təbəqəyə təqdim etməlidirlər. Krediti olan şəxslərin qurban kəsməsi onların vəziyyətini daha da ağırlaşdıra bilər. Ələl-xüsusda ki, bu krediti həmin şəxslər demək, maddi, sosial ehtiyaclarına görə götürüblərsə, bu ümumiyyətlə məqbul deyil. Yox, müxtəlif tutaq ki, biznesmenlər, iş adamları var ki, varını, dövlətini daha da artırmaqdan ötürü, ticarətini genişləndirməkdən ötürü, təbii ki, iş kreditləri götürüblər, yəni biznes kreditləri götürüblər. Bunlara bu aid deyil. Burada yəni krediti olan şəxs qurban kəsə bilməz və kəsməməlidir deyərkən, biz sosial durumunun deyək ki, ağırlığından doğaraq kredit götürən şəxsləri nəzərdə tuturuq ki, tutaq ki, o elə dolanışığı üçün, vəziyyəti, durumu üçün, çarəsizlikdən, əlacsızlıqdan bunu götürübdələr. Xüsusda ki, kredit olsun, ümumiyyətlə digər bu qəbildən olan faizli borclar İslam dininə görə sələm sayılır. Faiz də bilirsiniz ki, qəbul edilmir. Ancaq bu çarəsizlikdən və əlacsızlıqdan deməli, bu işləri rəvac vermək isə məqbul hesab olunur. Çünki nadir şəxslər var ki, yəni imkanlı şəxslər olar ehtiyaclarına görə yox, imkanlarını, bizneslərini genişləndirmək üçün kreditə müraciət edirlər. Amma əksəriyyət sosial vəziyyətinin ağırlığı və acınacaqlı olması ilə əlaqədar bu faizli borclara girirlər. O baxımdan, bax, bu qəbildən olan insanların demək, qurban kəsməsi məqsədə uyğun deyil. Ancaq təbii ki, iş, biznes üçün, biznesini genişləndirmək üçün binalar tikmək, şirkətlər açmaq və yaxud da ki, başqa cür alverini, biznesini, ticarətini genişləndirmək üçün kredit götürənlər isə şübhəsiz ki, qurban kəsə bilər. Hətta elələri daha çox qurban kəsməlidir, daha çox heyvan kəsməlidir. Çünki müsəlman ölkələrinin bir çoxunda bu xarakterikdir və ənənəvi bir hal alıb ki, varlı, imkanlı adamlar bahalı maşınlarla, şan, şöhrət və təkəbbür, yekəxanalıqla yox, məhz bu qurban bayramı kimi ərəfələrdə çoxlu mal, heyvan kəsib kasıblara paylamaqla deyək ki, özlərini önə çıxartmaq istəyirlər. Amma təəssüf olsun ki, bizdə hələ bu ənənə formalaşmayıbdır. Bəlkə də getdikcə zamanla olacaq ki, bizdə də Hacı Zeynalabdin kimi səxavətli və cömərd insanlar yetişəcək ki, onlar bu qurban bayramında fəqirləri, kasıbları sevindirə biləcəklər.